Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Suriyanın əcnəbilərdən hərbi dəstək alaraq müsəlmanlara hücum edəcəyini 1400 il əvvəldən xəbər vermişdir. Peyğəmbərimizin Suriya barəsindəki hədislərinin bütün təfərrüatı ilə baş verdiyindən xəbərdarsınızmı? Birazdan bəzi alimlərin israrla gizlətdiyi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin möcüzələrindən birini öyrənəcəksiniz. Diqqətlə izləyin. Şamın o günkü sahibi Süfyan, 600 əcnəbdən ibarət yeni bir ordunu Haşimilərin üzərinə göndərəcək. Şamın o günkü sahibi olan Süfyan. Bir çox hədisdə Hafiz Əsədin Süfyan olduğu ətraflı izah edilib. Bu hədisdə isə Şamın o günkü sahibi deyilərək Süfyanın nəslindən olan Bəşər Əsədə işarə edilir. 600 əcnəbidən ibarət yeni bir ordunu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bildirdiyi kimi Suriyada Rusiya, Şimali Koreya, Yunanistan, Litva və Venezuela kimi müxtəlif ölkələrdən gələn təcrübəli hərbiçilərdən ibarət yeni ordu qurulub. Qəzet xəbərlərinə də bu ordu tam hədisdə bildirildiyi mənşət olunmuşdu. Əsədin əcnəbi ordusu. Suriya deyil, sanki Rus ordusu. Əsədin Rus hərbiçiləri. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin 1400 il əvvəldən Suriyada əcnəbi hərbiçilərdən ibarət ordu qurulacağını xəbər verməsi möcüzədir. Bəzi İslam alimlərinin bu möcüzəni gizlətməsi isə böyük günahdır.